Çempionlar Liqasının yarım finalında nəfəs kesici bir duel. PSG Bavariya Münchenə qarşı. Gəlin vaxtı çox itirmədən PSG-nin build-upında vacib bir fənddən danışım. Belə ki, burada Bavariya futbolçuları qırmızılardır və personal pressinglə PSG-ni təzyiq altında qoyurlar. Burada cinahda, hər iki cinahda 2 futbolçu var. Hardasa buralardan pas gələcək o futbolçuların birinə. Amma bu mən markingdən canını qurtarmaq üçün Luis Enrique'nin ağıllı gedişi ondan ibarətdir ki, futbolçulardan biri yüksək sürətlə aşağı düşür, eyni zamanda o birisi isə yuxarı qalxır və bu da ani olaraq bir neçə saniyə PSG-yə qazandırır. Çünki burada olan rəqib futbolçu çaşbaş qalır ki, ya hər ikisi aşağı düşsün, zonasını buraxsın və ya o oyunculardan biri öz oyuncusunun dalınca gedib, hətta ikincisi öz zonasını qorusa belə build-up'ın ilk fazasında PSG-nin böyük üstünlüyü əmələ gəlir. Gəlin bunu epizodlarla da təsdiqləyək. Baxın, birinci epizod Monaco ilə maçlandı. Bütün build-up elementləri və həmin dediyimiz bir oyuncu yuxarı qalxır, o birisi aşağı düşür. Bu epizod isə Nitsa ilə maçlandı. Bavariyanın PSG ilə oxşar cəhəti topa sahib olmaqdır. Belə ki, hər iki komandada bu rəqəm 70%-in həndəvərindədir. 70% isə çox vacib bir rəqəmdir. Qeyd edim ki, 24 aprel, yəni bugündən etibarən aprelin 26-sına qədər İrşadda Yaşıl Cümə kampaniyasıdır. Bütün məhsullara 70%-ədək endirim mövcuddur və siz bütün məhsulların endirimli qiymətini 18 aya faizsiz bölüb əldə edə bilərsiniz. Daha bir vacib məqam isə Bavariyanın build-up'ıdır. Belə ki, Bavariyanın build-up'ını 2-2-6 prinsipi ilə baş verir, amma burada olan müdafiəçilər rəqibin hücum xəttini izolyasiya edərək onu neytrallaşdırmağa çalışır. Bu oyunun tam analizi YouTube kanalımızdadır. Mənə isə sizin fikriniz maraqlıdır. Bu dueldən hansı komanda final vəsiqə qazanacaq? PSG yoxsa Bavariya?